Salam, hörmətli tamaşaçım, hər birinizi xoş gördük. Həyata Baxış proqramı artıq efirdədir. Saat yarım ərzində sizinlə birlikdə olacağıq. Bugün əmək hüquqlarından danışacağıq. Mütəmadi bu mövzuya toxunuruq. Buna səbəb təbii ki, sizlərsiniz. Zəng edirsiniz, fikirlər bildirirsiniz. Xahiş edirsiniz ki, bu mövzuya yenidən toxunaq və biz də sizin istəyinizlə, sizin xahişinizlə dəfələrlə bu mövzunu müzakirə edirik və yarım qalmış məsələləri çalışırıq ki, davam elətdirək. Bugün dediyim kimi əmək hüquqlarından danışacağıq, işə götürən və işçi arasında münasibətlər, bu münasibətlərin əmək hüququna təsiri. Bəzən insanlar şikayət edirlər ki, daha çox işə götürənin hüquqları üstün olur. İş yerinə gedəndə çarəsizliyimizdən istifadə edirlər. Müəyyən qədər öz istəklərini, öz şərtlərini diktə edirlər və biz də buna məcbur oluruq və bizim hüquqlarımız bəzən tapdalanır. Əgər belədirsə, biz çalışacağıq ki, burada bunların yaranma səbəbindən danışaq və çıxış yolu nədədir, onu tapmağa çalışaq. Vaxt itirmədən sizə studiyamızın qonaqlarını təqdim eləmək istəyirəm. Sevil Zeynalova, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hüquq şöbəsinin mütəxəssisi. Daha sonra Sahib Məmmədov, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının sədri. Rafael Cəbrailov, millət vəkili. Məhərrəm Məhərov, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini və Mais Əliyev, hüquq elmləri doktoru, professor. Xoş gəlmişsiniz hər biriniz bizim studiyamıza və mövzunu burada mən açıqladım və tamaşaçıların nəzərinə çatdırım ki, bizim canlı telefon nömrəmiz var ki, siz ona zəng edib bizimlə əlaqə saxlaya bilərsiniz. Hesab edirsinizsə, əgər hüquqlarınız pozulub, hansısa iş mənasında bizimlə əlaqə saxlayın və Facebook rəsmi səhifəmiz var ki, görürsünüz siz titrların üstündə. Oradan bizə qısa, çox xahiş edirəm qısa, çünki söhbət zamanı mən onları oxuyub bizim qonaqlarımıza çatdırmalıyam. Nə qədər qısa olsa, çalışın ki, birbaşa öz sualınızı yazasınız və hər iki vasitəni sizin ixtiyarınıza qoymuşuq ki, suallarınızı bizimlə bölüşə biləsiniz. Mən daha çox burada istəyirəm ümumi bir mənzərəni göz önünə gətirək. Mənzərə nədir? Biz dəfələrlə, Sahib müəllim, sizlə və Məhərrəm müəllimlə çox proqramlarda olmuşuq dəfələrlə və o vaxtdan bu vaxta müzakirələrdən sonra hər dəfə deyirik ki, maarifləndirmə olmalıdır, insanlar öz hüquqlarını bilməlidir. Biz də bu proqramları eləyirik. Sizcə, indi baxanda, bir neçə il öncəyə və indiki vəziyyətə baxanda, ümumi vəziyyəti mən istəyərdim ki, ilk öncə sizin özünüzü dəyərləndirəsiniz. Nəyəsə nail ola bilirikmi? İnsanların iş hüquqları, əmək hüquqlarının pozulması və ya qorunması hansı səviyyədədir? Ümumi mənzərəni ilk öncə çəkək burada. Mən həmişə bunu belə deyirəm. Bizdə bir var dövlət sektoru, o özü də yəni büdcə təşkilatları və dövlətin tabiçiliyində olan təsərrüfat subyektləridir. Bir də özəl sektoru. Şərti belə bölsək, həmişə olduğu kimi nisbətən təmin olunma vəziyyəti dövlət sektorunda yaxşıdır. Özəl sektorda da müəyyən irəliləyişlər var, amma bütövlükdə problem tam həll olmamış qalıb və xüsusən dövlət nəzarətinin bir qədər zəifləməsi fonunda sahibkarlar işçilərə münasibətdə baskıları daha da artıb. Dövlət nəzarətinin zəifləməsi deyəndə də mən bilirsiniz ki, 2011-ci ildən sonra ölkə prezidenti cənab İlham Əliyev bu yoxlamaların tənzimlənməsi məqsədi ilə deyək, vahid reestr sistemi tətbiq olunub və Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidirlər və bu qeydiyyatdan sonra yalnız deyək, iş yerlərində yoxlamalar aparıla bilər. Bütün strukturlara aiddir, o cümlədən hörmətli Məhərrəm müəllimin təmsil elədiyi o xidmətə də aiddir. Bu şəxslərin, belə deyək, bir yandan yaxşıdır bu sahibkarların, işə götürənlərin indi hər gün qapısı döyülmür, yoxlamalar aparılmır. İkinci tərəfdən isə bundan sui-istifadə halları, tendensiyalar görünməkdədir. Bu həm istehsalatda bədbəxt hadisələri və peşə xəstəliklərə münasibətdə, həm də əmək hüquqlarının pozulması fonunda hiss olunmaqdadır. Amma ümumi götürəndə həm qanunvericilik baxımından, həm deyək ki, belə deyək ki, ümumi mədəniyyətin formalaşması baxımından hər halda müsbət tendensiya qeyd eləmək olar. Məhərrəm müəllim,
Sahib müəllimdən fərqli deyəcəyiniz varmı? O biraz sizin üzərinizə müəyyən bir yük qoydu doğrudan da və bunu insanlar belə də bu bizimlə münasibətdə olan insanlar da bunu deyir ki, iş yerlərində işə götürənlərin işçilərə təzyiqi daha da artır və ya var bu təzyiq. Nəzarətsizlikdirmi bu, yoxsa işə götürənin müəyyən qanunlara əməl etməməsidirmi? İlk növbədə mən Xəzər televiziyasının rəhbərliyinə minnətdarlığımı bildirirəm ki, belə bir maarifləndirici tədbirləri tez-tez həyata keçirir, belə verilişləri təşkil edir. Bu verilişlərin sayəsində doğrudan da insanlar, işçilər öz hüquqlarını müəyyən qədər öyrənir. Tam öyrənmək yəqin ki, mümkün deyil, hamı hüquqşünas olası deyil. Ancaq adi hüquqlarınısa da bu bilməlidir. Müəyyən bunun da bilməsi üçün bu vacibdir. Hər bir adamla görüşmək, nə bilim, onu izah eləmək çətindir. Ancaq yalnız bu evlərə televiziyalar girir və televiziyalarda da bu təbliğat gedir. Ümumiyyətlə, bu sayədə elə doğrudan sözü mən deməliyəm ki, vəziyyət nətərdir? Belə ki, Respublikada bütün hüquqi şəxslər, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini bilavasitə Dövlət Əmək Müfəttişliyi xidməti keçirir. Əvvəlki illərə baxanda doğrudan da müəyyən irəliləyiş var. Lakin nöqsanlar da var, hələ qalmaqdadır, hamısında birdən-birə. Nöqsanlar əsas nədən doğan nöqsanlardır? Nöqsanlar birinci növbədə işçilərlə əmək münasibətinin düzgün yaradılmamasıdır. Çünki Əmək Məcəlləsinin 7-ci maddəsinə görə işçi ilə işə götürən arasında əmək münasibətləri yalnız yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. Yazılı formada əmək müqaviləsi yoxdursa, demək işçi ilə işə götürənlər arasında əmək münasibəti yoxdur. Bu hallar, pozulma halları çoxdur. Ona qarşı da mübarizə aparılır. İnzibati Xətalar Məcəlləsində buna görə vəzifəli şəxslər 3000-dən 5000-ə qədər, hüquqi şəxslər isə müəssisələr 20.000-dən 25.000-ə qədər cərimə olunması nəzərdə tutulur. Cərimələrlə bağlı və sizin tətbiq elədiyiniz bu cəza mexanizmlə bağlı təbii ki, danışacağıq. Amma hər kəsdən ilk öncə biraz proqram başlanğıcında fikrini öyrənmək istəyirəm ki, yəni ümumi bir mənzərəyə hamımız nəzər salaq. Rafael müəllim, millət vəkili kimi və təbii ki, hadisələri həm içindən, həm kənardan izləmə imkanlarınız var, təsir eləmə imkanlarınız da var. Hardasa bizim yəni insanların sizdən gözləntiləri də çox olur. Xüsusən də bu hüquq məsələləri ilə bağlı. Siz necə qiymətləndirirsiniz əmək hüququnun Azərbaycanda pozulması ilə bağlı? Ümumiyyətlə, əmək hüququnun maarifləndirilməsi və iş yerlərində vəziyyət necədir bu ilə bağlı? Çox sağ olun, təşəkkür edirəm. Əvvəlcə onu qeyd edeyim ki, müzakirə üçün seçdiyiniz mövzu çox uğurlu bir seçimdir. Çünki əmək hüququ, əmək hüququnun realizə edilməsi bu həssas bir məsələdir və daim tarixin bütün dönəmlərində cəmiyyətin maraq dairəsində olan bir məsələ olub. Bilirsiniz, əmək hüququ özlüyündə bir fundamental bir hüquqdur. İnsanın ayrılmaz bir hüququdur. Əgər fikir versək, bütün demək olar ki, dünyanın bütün ölkələrində bu konstitusiyon bir hüquqdur. Bəzən biz fərqinə varmırıq ki, dövlətin müstəqilliyindən, suverenliyindən tutmuş, ali mərtəbədən tutmuş, gündəlik məişət əşyalarına qədər, onların hazırlanmasına qədər bütün bunların hamısı əmək hüququnun yerinə yetirilməsi, realizə olunması nəticəsində meydana çıxan bir haldır. Ona görə də belə bir fundamental, belə bir həssas hüququn tənzimlənməsi özü də doğrudan bir həssas münasibət tələb edir. Bununla bağlı Azərbaycanın çox mükəmməl bir qanunvericilik bazası var. Azərbaycanın konstitusiyasından tutmuş əmək məcəlləsinə qədər, hansı ki mükəmməl qanunvericilik aktlarıdır və daim də dəyişir. Demək olar ki, Azərbaycan parlamentində hər sessiya dövründə demək olar ki, biz dəfələrlə əmək məcəlləsində dəyişikliklər eləyik. Bu da təbii bir haldır. Çünki cəmiyyət öz-özlüyündə inkişaf eləyir, cəmiyyətin maraqları dəyişir. Dünyada bir qloballaşmadan tutmuş inteqrasiya ilə bağlı çox mürəkkəb proseslər gedir. Və mən deyərdim ki, əmək hüququnun özünün də
bax sizin qeyd elədiyiniz kimi işə götürən və işçi arasındakı münasibətlər bütövlükdə əmək münasibətlərinin o onurğa sütununu təşkil edir. Çünki bilirsiniz, bütün münasibətlər son nəticədə bunun üzərində qurulur və digər bu münasibətlərdən törəmə münasibətlər meydana çıxır. Sözsüz ki, burada mənafeylər, mən deməzdim toqquşur, mənafeylərin bir qanunvericilik yolu ilə uzlaşdırılmasından söhbət gedir. Və bunu da mən düşünürəm ki, Azərbaycan parlamenti çox yüksək səviyyədə bunu həll eləyir. Bəzən düzdür, sizə qeyd elədiyiniz kimi cəmiyyətdə bəzən belə bir hallar, belə bir söhbətlər meydana çıxır ki, güya işə götürənlərin hüquqları hardasa biraz üstün, işçilərin hüquqları isə hardasa ikinci plana çəkilir. Mən inanmıram bu belə olur. Əgər bunu iddia edən insanlar bir dənə də olsun əmək hüquq norması göstərə bilməzlər ki, orada hüquqda belə deyil, təbii. Yazılmış qanunlarda belə deyil. İcraatda, praktikada belədir. Sözsüz ki, bu tamamilə başqa bir məsələdir. Qanunvericilik bazasının yaradılması, qanun yaradıcılığı prosesi başqa bir məsələdir. Qanunun tətbiqi isə tamamilə başqa bir məsələdir. Yəni, mən demək istəyirəm ki, Azərbaycan parlamenti daim istənilən dəyişikliyi eləyəndə işə götürən və işçi münasibətlərinin bir üfüqi vəziyyətdə olan bir hüquq müstəvisi üzərinə qoyur və burada demək olar ki, çox aydın şəkildə görünür bu insanların, tərəflərin daha doğrusu mənafeyləri. Rafael, mən bax, indi bizə redaktorumuz dedi ki, çox mövzunu elan edəndən bəri çox zənglər olub və mən söhbət əsnasında düşündüm ki, bugün bəlkə mən biraz daha az sual verim, daha çox tamaşaçılar interaktiv olsun, tamaşaçıların suallarına cavab verək və bacardığımız qədər çoxlu tamaşaçı zəngləri olsun. Həm də bu bir ilk olsun ki, ancaq onların sualları ilə sizi qarşı-qarşıya qoyaq, həm də bizim bütün ekspertlərimiz də burada var. Hər tərəfdən çalışmış ki, balansı qoruyaq və bütün tərəfləri dəvət eləmişik. Telefon xəttində bir tamaşaçımız var. Eşidirik sizi, buyurun. Salam aleyküm. Aha, buyurun. Salam aleyküm. Aleyküm salam, buyurun. Mənim adım Mirzədir. Mənim sualım belədir bu. Birbaşa suala keçək, buyurun. Bəli. Biz xarici şirkətdir bizdə. Alo. Bizdə xarici şirkətdir. Biz işləyirəm orada sürücü. Deməli bizi qeydiyyata götürmürlər. İndi dedilər ki, qeydiyyata götürücüyük sizi bir işçi kimi. Ancaq bizə oraya şərtlər qoyublar ki, deyir ki, 12 saat işləməlisən, sonra 6-cı gündə iş günü. Amma o şirkətin 6-cı günü iş günüdür. Amma bizə deyirlər ki, siz 6-cı gündə işləyəcəksiniz. Ya da ki, lazım olsa da misal üçün müdür desə ki, itin də gəzdirməlisən. Belə şərtlər qoyublar. Müəllim, siz deyə bilərsiniz şirkətinizin adını? BP diyor. BP, hə, aydındır. Müəllim sizə cavab verəcək, buyurun. Deməli, təşəkkür edirəm. Təbii ki, belə bir aktual mövzuya toxunduğumuza görə ilk növbədə və çalışacağım tamaşaçının sualına cavab verdikdən sonra digər məsələlərə qısa cavab verim. Azərbaycanın Əmək Məcəlləsi, o cümlədə Azərbaycan Konstitusiyasının 37-ci maddəsi bir mənalı şəkildə həftədə 40 saat, gündə isə 8 saatdan artıq olmamaq iş vaxtını müəyyənləşdirir. Amma müəllimə 12 saat tələb qoyublar. İkinci bir məsələ də ondan ibarətdir ki, hətta bu xarici şirkətdə işlədiyi üçün mən bunu toxunuram bu məsələyə. Bu çox ciddi problem məsələlərdən biridir bugünkü əmək bazarında. Hətta biz Əmək Məcəlləsi o vaxtda qəbul edilən zamanı mən də işçi qrupunun tərkibində idim onu hazırlayanda və orada biz 13-cü maddəyə belə bir hissə əlavə etdik ki, yəni əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan vətəndaşlarına nisbətən daha üstün hüquqları müəyyən edilməsi qadağandır. Və problem ondan ibarətdir ki, xarici şirkətdə işləyən Azərbaycan vətəndaşınla həmin şirkətin mənsub olduğu dövlətin vətəndaşı arasındakı çox ciddi fərqlər qoyulur və hətta bilirsiniz ki, 2006-cı ildə Makterimdə olan o tətil hərəkatı da bununla bağlıdır. Təbii ki, Azərbaycan Respublikasının əmək qanunvericiliyinin ana qayəsi ondan ibarətdir ki, işçinin əmək funksiyasına daxil edilməyən işin ondan tələb edilməsi qadağandır. O cümlədən o dedi ki, iki gəzdir. Bəs maaşınız nə qədər soruşmaq ayıb olmasın? Bizim maaşımız indi olacaq göğü bunlar bizi qeydiyyata götürəndən sonra 700 manat bizə 50 pul alacaq. Hələ əmək müqaviləsi bağlanmayıb, amma bağlanandan sonra bağlanandan sonra 700 manat gözlənilir. Onda siz işçi deyilsiniz ki, siz nəyə görə ondan nə tələb edirsiniz? Yox, məsələn, faktiki əmək münasibətindədir. Bu xarici şirkətlər üçün və bir çox biznes strukturları üçün xarakterikdir. Faktiki uzun müddət faktiki əmək münasibətlərində saxlayırlar, sonra yalancı bir əmək müqaviləsi bağlayır. Bax, qeydiyyat deyəndə o nədir? Yalancı da olsa bir əmək müqaviləniz var, nəyəsə imza atmışsınız işə girərkən. Heç nə imza haqqı verirlər. Cibdən. Bəs siz əmək haqqında nəyəsə imza atmışsınız heç olmasa? Çəkdirirlər, o da özlərində qalır.
Yox, bizə verir əlimizə Tamam. pulu. Əgər ki, işçi ilə işə götürən arasında münasibətlər əmək müqaviləsi ilə rəsmiləşdirilməyibsə də, burada heç bir əmək qanunvericiliyindən və əmək hüquq normalarının həmin şəxsə tətbiqindən O zaman istədikləri vaxt bunu qapı önünə qoya bilərlər. Təbii ki, təbii ki. Çünki o Amma indi işçinin burada günahı yoxdur da. Təbii, O yox. faktiki əmək münasibətindədir. O məhkəməyə şikayət də verə bilər. məhkəmə belə bir məcbur edə bilər məqamda- həmin işə götürən onunla əmək müqaviləsini bağlasın. Mən istəyirəm həm də bizim Sevil xanıma da söz verir. Bax belə bir məqamda müqavilə yox, ortada heç nə yox. İstədiyi vaxt əgər bu işçinin qapı önünə qoysalar, bu işçi Həmkarlar İttifaqı konfederasiyasında öz hüquqlarını axtara biləcəkmi və ya siz ona kömək edə biləcəksiniz? Həmkarlar İttifaqı deməli bayaq qeyd elədilər. Bir var dövlət nəzarəti əmək qanunvericiliyinə əməl etmək, bir var ictimai nəzarət. Həmkarlar İttifaqı əmək qanunvericiliyinə əməl edilməsində Azərbaycan Respublikasında ictimai nəzarət həyata keçirir. İndi bu vətəndaşın üçün biraz tam bir başqa cürdür. Bu axı heç hələlik əmək müqaviləsi bağlanmayıb ki, Həmkarlar İttifaqı ona nəsə bir ictimai nəzarət həyata keçsin. Birinci, əgər həmin təşkilatda Həmkarlar İttifaqı varsa, onda Həmkarlar İttifaqı ora yəni yoxlamaya da gedə bilir, nəzarətə də həyata keçirə bilir. Həmkarlar İttifaqı yoxdur. Yəqin ki, orada yoxdur ki, mən belə başa düşürəm. Çox güman ki, onlarda Həmkarlar İttifaqı yoxdur ki, bu əmək müqaviləsinə bağlanmayıb. Onda elə bir idarə təşkilata Həmkarlar İttifaqına müdaxilə edilməsi Onda yol burada verilməz. Məhrəm müəllim, siz nə deyirsiniz? Bəs bu bir faktdır sizin üçün əslində. BP-də bu vətəndaş işləyir, amma heç bir müqaviləsi yox, heç nə də yox. Bax, bu faktı necədir münasibətiniz? Mən fakt demirəm buna. Bu söhbətdir, sualdır dedi. Mən elə bilmirəm o nə dərəcədə düzdür. Amma bir fakt üçün araşdırma mənbəyidir də. Araşdırma mənbəyidir. Yalnız əmək müqaviləsi bağlandıqdan sonra işə getməlidir. Özü də bu deyir sürücüyəm. Bəlkə bu günü bir qəza törətdi. Bəlkə başına bir iş gəldi. Nə olacaq deyə heç tanımırıq. Belə olmaz. Belə vəzifələr, xüsusilə o təhlükəli vəzifələrdə hər dəqiqə iş qəzası baş verə biləcək vəzifədə əmək müqaviləsi bağlamadan çalışmaq düzgün deyil. Neynəsin? Hər şey Vətəndaş məcburdur, ehtiyacı var və o ehtiyaca görə işə götürənin bütün şərtlərinə razı olur və etiraz eləmək hüququ olmur. Çünki etiraz eləsə bu seçilməyəcək, başqasını gətirəcəklər. Əslində burada məsələyə baxmaq belə dar kontekstdən baxmaq o qədər də məqsədə müvafiq deyil. Yəni dövlət əmək müfəttişliyi bütün müəssisədə gətirib otursa da bu problem oturmasa amma məsələ nədən ibarət? Məsələ ondan ibarətdir ki, əmək bazarında olan vəziyyət düzəlməlidir. Əmək bazarında əgər bazar tələb və təklif prinsipi üzərində qurulur. Çünki əgər işə götürən bilsə ki, o yaxşı işçini qəbul edəcək, onu itirmək təhlükəsi olacaq. Bəs nəyə görə siz birinci çıxışınızı başlayanda bununla başladınız ki, problemlər ondan ibarətdir ki, insanlar bizə müraciət edib və göstərirlər ki, bizə istənilən şərtə məcbur edirlər ki, biz razılaşaq. Ona görə onlar razılaşırlar ki, çünki əmək bazarında iş yerlərinin sayı çox məhduddur. Və işçilər bilirlər ki, bu iş yerini itirsələr və bu şərtlərlə razılaşmasalar, digər iş yerini tapmaqda çətinlik çəkəcəklər. Ona görə də əmək bazarı indi çox hörmətli prezident. Siz çıxış yolunda görürsünüz. Məsəl üçün, nə etmək lazımdır ki, həm işə götürən bunu eləməsin, həm işləyən bunu eləməsin? Yox, burada birinci bir məsələ var. Azərbaycanın İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi çox yüksək miqdarda cərimə müəyyənləşdirib. Ya işə götürənlər bu cərimənin qorxusundan bu hərəkətləri eləməlidir, mütləq münasibətləri rəsmiləşdirməlidir. Yəni bax bu çox ciddi problem məsələlərdən biridir. Hətta məndə olan məlumata görə də, yəni biz çoxdan monitorinqlər keçirdirik və baxırıq belə öz xəttimizdən elmi tədqiqatların aparılması məqsədilə şu faktlar meydana çıxır ki, əslində müqavilə rəsmiləşdirilir. Ancaq müqavilənin əsl qanunvericiliyə görə bir nüsxəsi işçidə olmalıdır, bir nüsxəsi işə götürəndə. Ancaq heç ümumiyyətlə işçiyə o nüsxəni vermirlər. Sadəcə onlara imza atırlar. Dövlət Əmək Müfəttişliyi, Vergilər Nazirliyi və digər orqanlardan nümayəndə gələndə onlar sadəcə olaraq əmək müqaviləsini göstərirlər ki, bax, əmək müqaviləsi belə rəsmiləşdirilir. Yəni, bax, problem ondan ibarətdir ki, bəzən bu özü də formal xarakter daşıyır. Formal xarakter daşıyır, amma mən Məhərrəm müəllimlə də, Sahib müəllimlə də və Rafael müəllimlə də bu işçinin sadəcə belə deyək də, hüquqi, dar mənada hüququ pozulmayıb da. Bunun, əgər bu müqaviləsiz işləyirsə, deməli, iş yeri həm vergidən yayınır, həm işçinin gələcəkdə sosial sığortalının pensiya hüququ da pozulur. Ümumiyyətlə, altı adda sosial sığorta hadisəsinin heç-birinə bəriləndir. Və bir çox hüquqlar pozulur. Rafael müəllim, baxın, bu bir əslində mənim sualımdan daha vacib bir məsələdir. Mən bəlkə də bu sualı versəydim, hansı bir insanlar üçün bir qəribə səslənə bilərdi. Fakt yox, bir şey yox və bu sualı verirəm. Amma zəng çox üstünə düşdü və bizim əslində sualımız köklü əsaslı oldu.
Yəni bax bu cür vətəndaş nə bilər və nə etməlidir? Ramal müəllim, əvvəlcə mən onu qeyd edeyim ki, əgər siz bir cəmiyyətdə rəy sorğusu keçirtsəz, bütün insanlarımız bir hüquqi dövlət, demokratik cəmiyyət, qanun naliliyi, yaxşı, mükəmməl bir cəmiyyət arzusundadırlar. Amma bəzən insanlarımız düşünür ki, bunu kimsə kənardan gəlib bunu yaratmalıdır. Bunu heç kim yaratmayacaq. Bunu biz özümüz yaratmalıyıq. Baxın, mən düzdür, o insanın halına da acıyıram. Bilmirəm, indi bu fakt BP-nin hansı bir qanadında, hansı ofisində baş verir. Amma demək istəyirəm ki, bu insan özü Azərbaycan qanununu pozur. Baxın, Azərbaycan Respublikasının ərazisində beynəlxalq müqavilələrdə nəzərdə tutulan istisnaları çıxmaq şərti ilə Azərbaycan Respublikası üzr istəyirəm, əmək məcəlləsində nəzərdə tutulan normalarla bütün əmək münasibətləri tənzimlənir. Bu insan əmək müqaviləsi bağlamadan elə-belə gedib işləyir və hüquqları da pozulur. Axı, bu ilk növbədə öz hüquqlarının pozulmamazlığının qeydinə özü qalmalı idi bu insanın. Amma biz vətəndaşdan çox bəlkə o şirkətin üzərinə biraz yük qoymalıyıq ki, vətəndaşı bu vəziyyətə məcbur eləyən... Yox, bilirsiniz... Yükü qoyub. Sadəcə qanun... Amma nəzarət... Bilirsiniz, o nəzarətin, ondan başqa da bunun Azərbaycan qanunlarının tətbiqinin bir mexanizmi var. Bəzən elə bu mövzuya oxşar bir mövzudur. Bəzən insanlarımız daha dərinə gedir. Bir rüşvətxorluqdan, korrupsiyadan, daha böyük qanunsuzluqdan bəhs eləyirlər. Amma heç kim müraciət eləmək istəmir. Heç kim nə əmək müvəkkilliyindən tutmuş, Azərbaycan hüquq mühafizə orqanlarına qədər heç yerə müraciət eləmək istəmir. Amma istəyir ki, cəmiyyətdə qanunsuzluq olmasın. Bax, o hara müraciət elədi? Harada istədimi ki, BP-nin bax, həmin o işə götürən, belə deyək, əmək məcəlləsinin dilində desək, işə götürən cəzalandırılsın. Hara müraciət etdi? Bizim cəmiyyətdə nail olacaq o. Axı bu total xarakter daşıyır. Bilirsiniz, bu PSI müqavilələrin heç birində həm fərqli əmək münasibəti nəzərdə tutulmayıb. Yəni bütün neft şirkətlərinin xarici olan neft şirkətləri Azərbaycan əmək qanunvericiliyinin əsasında fəaliyyət göstərirlər. Yəni beynəlxalq müqavilədə başqa halında əksinə insan hüquqlarına dair öhdəlikləri var o şirkətlərin. Mən ümumi normalı dedim. Sizin sözdən belə çıxdı ki, onda gəlin susaq. Yox. Heç bir hüquqlarımızı tələb eləməyək, gözləyək. Susmurlar. İnsanın hüququ pozulur. Praktika nədir? Əmək məcəlləsinin tələbləri pozulur. Əmək müqaviləsi bağlamadan işə götürülür. Sonra da əmək haqqı verilmir. Lazım yanında da çıxıb qovacaqlar, gedəcək. Qovanda gələcək. Bizdə belə gəlir. Qovanda gəlir. Səhmən, siz dediniz bu total xarakter daşıyır. Bu biraz son dövrlər dəyişiklik var. Bu biraz elə düzgün çıxmaz, total. Yəni bu sahədə nöqsanlar var, davam eləyir. Bunu demək daha düzgün olar. O yoldaş, zəng eləyən yoldaş əgər müraciət eləsə dövlət əmək müfəttişliyinə və onun orada işlədiyini sübut eləyəcək nəyisə göstərməlidir. Əlində putyovkası varsa putyovkasını, o birini biz onun haqqında tədbir də görərik və əmək müqaviləsinin bağlanmasını təmin edərik. Təmin edə bilərsiniz. O zaman neynəsi vətəndaş sizə müraciət eləsin? Bəs bunun sonraki 1-2 aydan sonra onu işdən çıxartma məsələsi necə? İndi biz onun böyründə durası deyilik. O işdən çıxardanda hansısa nöqsana görə çıxartmalı. Mənə də müraciət eləsin. Deputat hüquqlardan istifadə edib, əmək doğrudan da orada işləyibsə, əmək müqaviləsinin bağlanmasına nail olmaq olar, əmək haqqının ödənilməsinə nail olmaq olar. Amma bilirsiniz, mən bir şey qeyd edeyim. Bu tək hallar deyil. Bununla bağlı Azərbaycanda çox xoşa gəlməz bir mənzərə var. Baxın, siz gedib ən azından tikinti şirkətlərindən tutmuş, digər bu xidmət sahələrinə qədər baxsaz, əmək müqaviləsi bağlanmadan işləyirlər. Çünki əmək müqaviləsi bağlananda orada əmək məcəlləsinə uyğun olaraq orada bəli tutmalar var. Vergidən tutmuş, sosial ayırmalara qədər, bəli tutmalara qədər tutulacaq. Bunu da işçi belə deyək, istəmir. Amma bir yaşlaşandan sonra, bir stajan elə gələndən sonra pensiya problemi, digər problemlər meydana çıxanda bəli, onda görür ki, hüquqları pozulur. Təbii, bir telefon zəngimiz də var, qəbul eləyək. Alo, eşidirik sizi. Salam, birbaşa sualınıza keçək. Mən danışan arzudur, yəni 22 yaşım var, ali təhsilliyəm. İxtisasın başqa olmağına baxmayaraq da mən ən hansısa şirkətə və yaxud da başqa yerə müraciət edəndə məndən ilk soruşurlar, yəni təhsilim, heç bir şeyim yox, dil biliyimi soruşurlar da, başa düşürsünüz? Əlavə dil bilməyinizi soruşurlar. Əlavə dil, yox, ümumiyyətlə vacib və mütləq dil biliyimdir. Mən soruşanda ki, yəni biz Azərbaycanda yaşayırıq. Əgər rus dili, yəni məsəl üçün bu qədər önəmlidirsə, niyə Azərbaycanda məsəl üçün radioda, televizorda, yəni rus dilinin önəmi yox, yəni adı rus dili kinolarını dublyaj edirlər, orta məktəblərdə rus dili saatlarını azaldırlar. Əgər rus dili bu qədər önəmlidirsə Azərbaycanda ümumiyyətlə işlərdə, onda rus dilini daha çox artırsınlar da.
Aha. Hə, xanım Allah Yəni haqlı mən olaraq onu iradə. demək istəyirəm ki, yəni mən ali təhsil olmanı baxmayaraq heç bir şey önəm vermirəm. Əsas və mütləq odur. Yəni üstəlindən vaxtı, yəni bilsən də bilməsən, ali şirkət də olsa onu məndən tələb edirlər. Yəni siz hal-hazırda işsizsiz dil probleminə görə. Bəli, dil onda biz necə çıxır? Yəni ki, mən mütləq getməliyəm kurslara. Kurslarda yəni öyrənməliyəm. Buna da ki, hər bir ailədə yəni imkan yoxdur. Bilirsiniz ki, kurslara getmək üçün minimum 50 manat lazımdır. O kurslardan tələb olunan səviyyədə siz dil öyrənə biləcəksiniz, öyrənə bilməyəcəksiniz, o da vacibdir. Öyrənmək çox mütləq olacaq, niyə olmayacaq? Yəni bu necə başa salım? Yəni işlərdə dil biliyi önəmlidirsə, onda Azərbaycanda tələb eləsinlər, televizorlarda bilsinlər ki, rus dili çox önəmli olsun. Yəni adi Azərbaycan dili danışırıq, bizə belə adi şirkətdə belə qəlbə baxırlar ki, yəni Azərbaycan rus dilini önəmlidir. Aha. İxtisasınız nədir xanım? Öz ixtisasınız? Mənim ixtisasım başqa ixtisasdır, riyaziyyat müəlliməsi. Sadəcə bir il gecikmişəm və ona görə aşağı səviyyədə olan vəzifə satıcılıqdır. Adi bir satıcılığa da necə deyim, rus dilini tələb edirlər. Əgər bu rus dilini satıcılıq işi belədir ki, xanım biz də dinləyin. Satıcılıq işi ünsiyyətdə olduğunuz üçün bəlkə o işdə sizdən rusca tələb oluna bilər. Amma nəyə cəhbəs öz ixtisasınız üzrə məktəblərdə? İxtisasımı verəcəm inşallah. Yəni bu il imtahan verməliyəm. Yəni sadəcə gecikdiyimə görə mən başqa vəzifələri istədim ki, yəni ən azından biraz zamanı dəyərləndirmək istəyirsiniz. Aydındır. Bu rus dili məsələsi əslində çox vacibdir, amma bunu mən istəmirəm ki, bizim verilişimizin bir çox hissəsi bu dil məsələsində. Amma kim buna qısa cavab vermək istəyir, cavab versin? Dil bilmək, əlavə dil və bilmək, bilgisayar biliklərinə malik olmaq əlavə üstünlükdür. Amma bu şərt ola bilməz. Azərbaycan Respublikasının qanunvericiliyi bunu mən sadəcə qısaca bir şey demək istəyirəm ki, yəni əslində işə qəbulla bağlı elanlarımız özü çox ciddi problemlər yaradan məsələlərdən biridir. Bəzən elan verirlər ki, 35 yaşa qədər tutaq ki, yalnız müxtəlif dilləri bilən. Bilirsiniz ki, əgər ki belə bir elanlar Azərbaycan Respublikasının əmək qanunvericiliyinə sirdir. Çünki əmək qanunvericiliyinin 16-cı maddəsi ayrı seçkiliyi qadağan edən müddaanı özündə əks etdirir. Və Azərbaycanda rəsmi dövlət dili Azərbaycan dilidir. Doğrudan da əgər işə götürənə başqa bir dilləri, əlavə dili də o işçinin əmək funksiyasından bağlı, yalnız əmək funksiyasından bağlı başqa dilin bilinməsi tələb edilirsə də, o yalnız onun fərdi qaydada söhbətdə ona deyə bilər ki, siz hansı dili bilirsiniz və yaxud da onun əmək funksiyasına daxil olan işlərin tərkibində, yəni tələblərin içərisində onu göstərə bilərlər. Əks halda bu ayrı seçkilikdir. Məsələn, doğru buyurur. Doğrudan da əmək qanunvericiliyində belə bir şərt yoxdur. Yalnız işçi tələb olunur. Amma ola bilər ki, o elanı verən ona konkret elə bir əmək funksiyasını o işçi icra edəcək ki, ona doğrudan da həm kompüteri bilmək, həm bir neçə xarici dil bilmək lazımdır. Amma indi belə bir hal varsa, bu doğrudan da həmin firmanın özünün daxili işidir. Ona elə bir mütəxəssis lazımdır. Yenə sizə sual verəcəm. Orxan Fərzəliyev adında bir tamaşaçı yazıb ki, hərbi xidmətdə olmayan bir insanın dövlət müəssisəsində çalışma imkanı varmı? Əgər yoxdursa, nə dərəcədə düzgündür? Qanunvericilikdə bir şey nəzərdə tutulur. Bilirsiniz, qanunvericilikdə belə bir hal nəzərdə tutulmuyor. Yəni işləyə bilər. Bəli, əlbəttə işləyə bilər. Yalnız və yalnız hüquq mühafizə orqanlarında işləyə bilməz. Mühafizə müəllim dediyi kimi, hüquq mühafizə orqanlarında işləyə bilməyəcək. Daxili işlər, müdafiə və digər. Çünki orada hərbi xidmət vacib məsələdir. Ancaq qalan yerlərdə o işləyə bilər. Dövlət müəssisələrində normal işləyə bilər. Bu işə götürmə elanları çox yaxşı məsələdir əslində və çox istəyərdim ki, zamanımız qalsa biraz da sonda buna toxunarıq. O məsələ çox ciddi problem məsələlərdən biridir. Bəli. Mən sizdən bir Sevil xanım söz soruşum. Deməli, həmkarlar ittifaqları müəyyən qədər insanlar düşünür ki, bəli, biz, əslində vəzifəsi də budur, hüquqlarımız pozulduğu zaman, əmək hüquqlarımız pozulduğu zaman, müqavilədə hər hansı bir pozğunluq olduğu zaman biz müraciət eləyəcəyik və biz hüququmuzu axtarıb tapacağıq və məhkəmədə olsun və ən axırıncı instansiya haradısa, ora qədər biz gedəcəyik. Soruşmaq istəyərdim ki, bu həmkarlar ittifaqları nə qədər bu insanların probleminin arxasıca gedə bilir sonuna qədər və nə qədər bu nə qədər azaddılar bax bu məsələdə? Deməli, həmkarlar ittifaqları bu işçilərin sosial, əmək, iqtisadi hüquqlarını, bir də qanunla qorunan mənafelərini müdafiə edir. Yəni, ümumiyyətlə, həmkarlar ittifaqlarının vəzifəsi budur. Yəni, bir də həmkarlar ittifaqı
əgər işçi bizə müraciət eləyirsə əmək hüququnun pozulması haqqında, onda xəbərimiz olursa, həqiqi mənada bu Həmşirlər İttifaqının bir vəzifəsidir, belə deyək. Yəni, əsas işidir, ana işidir. Həmən müddətdə biz o işçini qəbul edirik. Yəni, ilk növbədə Həmşirlər İttifaqı, o aşağı təşkilatı, yerli təşkilatı, idarə müəssisədə birinci növbədə əgər işçi işdən çıxarılıbsa, ona düzgün çıxarılıb-çıxarılmaması məsələsinə baxır. Amma iki halda Həmşirlər İttifaqı müdaxilə edə bilir ora. Yəni 70-ci maddədə göstərilib B bəndi, ştat ixtisarı və işçilərin ixtisarı. Bir də C bəndində göstərib ki, yəni o müqavilə ilə öhdəsinə düşən vəzifələrdən layiqincə öhdəsindən gəlinmədir. İşte bir də ki, bu hallarda Həmşirlər İttifaqı müdaxilə edə bilir. Qalan hallarda işə götürən işçini işdən çıxarırsa, Həmşirlər İttifaqı ona müdaxilə edə bilmir. Bir də Əmək Məcəlləsinin 80-cı maddəsində də nəzərdə tutulub ki, bu halda əgər yəni işçi həmən göstəricinin iki halda işçi ilə əmək müqaviləsinə xitam verilirsə, əslində o iki maddə çox şey əhatə eləyir. Çox əhatə eləyir, əlbəttə çox şey əhatə eləyir. Yəni həmən halda işə götürən birinci növbədə həmən idarə müəssisə təşkilata fəaliyyət göstərən Həmşirlər İttifaqına birinci növbədə yazılı təqdimat verir. Həmən Həmşirlər İttifaqı 10 gün müddətində həmən təqdimat əsasında işə götürəndə yazılı qərarın bildirməlidir. Yəni işçinin bu göstərilən səbəblər üzrə işdən çıxarılması düzgündür ya yox. Əgər işçinin həmən o, bax dediyimiz bu rəsmi proseduralar getdi və müəyyən oldu ki, işçinin bu sahədə işdən çıxarılması düzgün deyil. Onda Həmşirlər İttifaqı həmən işçinin həqiqi mənasında arxasında durur. Bax, o önəmlidir. Bax, o qərarda, tutaq ki, siz bir sorğu göndərdiniz, sizin sorğunuza şirkət cavab yazdı, işçini təbii ki, tərifləməyəcək, çıxardıbsa onu pisləyəcək. Bəs onu araşdırmaq, onun kökünə çatmaq, orada doğrudan da mı həqiqət mi yazılıb o sizin sorğunuzun cavabında və onu siz necə araşdırırsınız? Bəlkə o işçiyə böhtan atıb, işçini doğrudan da çıxartdığı üçün heç kim tərif yazmayacaq işçini çıxartdığı üçün. Mən əvvəl dedim, biz bu əmək məcəlləsində göstərilən, 70-ci maddədə göstərilən iki halda işçini işdən çıxarıbsa, həmən halda həmkarların razılığıdır. Qalan hallarda həmkarların razılığı tələb olunmur. Onu da bəli, çıxarmamışdan əvvəl həmkarlara müraciət eləyir. Təqdimat əsasında dediyim kimi. Həmkarlar təşkilatının üzvü olan işçidən əlbəttə, bir həmən idarə müəssisədə həmkarların üzvü olmalıdır. Belə bir hallarda olur. Bizlərə müraciət olur çox hallarda. Məsələn, biz elə bax, bu ilin özündə bizə müraciət olub. İşçi işdən çıxarılıb, birinci instansiya məhkəməsi işə götürənin xeyrinə həll edib. Sonra ondan sonra bizə, yəni Həmşirlər Konfederasiyasına işçinin müraciəti olub, yazılı müraciəti. Həmən halda bizim artıq əlimizdə ancaq məhkəmənin qətnaməsidir, birinci instansiya məhkəməsi. Biz o məhkəmənin qətnaməsinə baxıb belə bir nəticəyə gəlmişik ki, işçinin işdən çıxarılması düzgün deyil. Nə mənada? Birinci, əmək məcəlləsinə görə işçi işdən ancaq bir əsasla çıxarıla bilər. Bu bir. İkinci, həmən deməli, işçi işdən çıxarılarkən 70-ci maddənin C bəndinə əsaslanıb və bu halda həmkarların razılığı alınmayıb. Əmr düzgün tərtib olunmayıb və həmkarların razılığı alınmayıb. Bu halda biz apellyasiya məhkəməsində iddia ərizəsi ilə vətəndaşın, yəni belə deyək də, heç bir təmənnamız olmadan nümayəndəlik qismində Həmşirlər İttifaqı haqqında qanunun 12-ci maddəsində yazılır. Həmşirlər İttifaqı öz üzvü olan işçilərin əmək hüququnu qorumaq üçün nümayəndəlik qismində məhkəmələrdə çıxış edir. Apellyasiya məhkəməsində çıxış eləmişik, vətəndaşın deməli, işə bərpa və məcburi buraxılmış əmək haqqının ödənilməsi. Və biz apellyasiyada udmuşuq, belə bir deyək də. Yəni, bizim verdiyimiz iddia təmin olunub. Hərçəndə indi yenə də həmən o işə götürən kassasiya şikayəti ilə ali məhkəməyə müraciət edib. Biz yenə də işçinin dalında durasıyıq. Aydındır. Telefon xəttində tamaşaçımız var, qəbul eləyək. Alo, eşidirik sizi. Alo. Bəli, buyurun. Qardaş, mən neft şirkətində işləyirəm. Bəli. Yəni, dövlət neft şirkətində? Dövlət neft şirkətində. Dövlət neft şirkətində bizim jekləri veriblər Baksovetə. Baksovetə. Biz alırdıq, dövlət neft şirkətində alırdıq 220 manat maaş. Amma indi bizə 94 manat maaş deyirlər. Ondan da cəmi 5 nəfər saxlayırlar işçi. Baksovetin tərkibində. Bizim talihimiz nə olacaq? Hara gedirik, bizə cavab verən yoxdur. Struktur dəyişikliyin qurbanı oldu bu insanlar. Təhcə olar yox, həm tibb işçiləri. Dövlət neft şirkəti müasir biznes qurumuna çevrilir, brendə çevrilir və o öz bu yüklərini atmaqdadır öz üstündən, balastları. Bunlar da düşür yerli icra hakimiyyəti orqanlarına, doğrudan-doğruda əmək haqqı çox aşağı səviyyədədir və ixtisarlar var.
Təəssüf ki, bu belədir. Burada yəni Bizdə belə deyək, ola bilər ki, dövlət neft şirkətində işlədiyi vaxtda kollektiv müqavilə olub, yəni kollektivlə, ya həmçinin ittifaqı ilə, ya kollektivin o ümumi nümayəndəsindən işə götürən arasında və bu kollektiv müqavilədə əlavə şərtlər nəzərdə tutulub, əmək haqqından əlavələrin verilməsinə. Ümumiyyətlə, oradan çıxıb gedirsə kollektiv müqavilə şamil olmur. Ona görə də artıq o getdiyi iş yerində olan əmək haqqı. Ümumiyyətlə, neft şirkətinin bu deyək ki, o sosial strukturlarında əmək haqqı yerli icra hakimiyyətinin analoji strukturlarına nisbətən həmişə çox üstün olur. Biz indi qısa reklam fasiləsinə ayrılacağıq və reklamlardan sonra yenidən birlikdə olacağıq. Həm sizin Facebookdan yazdığınız sualları səsləndirəcəm, həm də mövzumuzun müzakirəsini davam elətdirəcəyik.